ameliyata? Ha? Salam, necəsiz? Geçen bir şeydir ana olmaq. Kızlar, kanalıma xoş gəlmisiniz. Bugün səhər tezdən durmuşam, saat 7-yə qalmış durmuşam. Çox gözəl bir məsələ üçün durmuşam. Bugün rəfiqəm keysarka əməliyyatına girir, keysariyə əməliyyatına girir. Bugünləri bizim çıqqılı Davudumuz gəlir. Onu tək qoymamaq üçün dedim əməliyyata mən səndən bir gələcəm. Çox sevindi. Yəni bu əməliyyat söhbətinə əməliyyata girmək söhbətini o artıq 3 aylıq falan hamiləlik olanda danışmışdıq. Dedim ki, mən səni tək qoymayacağam orada. Sonra biraz belə danışdıq elədik. Ağlımıza belə bir ideya gəldi ki, gəl bu əməliyyatı, bu Davudun dünyaya gəlməsini ölümsüzləşdirək, hə? Düz dedim. Və bunu videoya çəkim. Mən də dedim ki, elə videoya çəkmişkən bəlkə elə eləyək ki, həm də vlog çıxardıq oradan. Dedi ki, super, əla. Həmin podruqamı siz tanıyırsınız, tez-tez vloglarımda görmüşsünüz, Nəzrin, Nazı. Mən onun xətrini çox istəyirəm. Bu yeni yolda, yeni həyat yolunda ona uğurlar arzu edirəm. Çünki ana olmaq çox gözəldir. Hətta indi danışdıqca biraz belə kövrəlirəm. Özümün keysəri yoldaşım belə məsələdir. Geçən bir şeydir ana olmaq. Hər birinizi öpürəm. Ümid edirəm vlog sizin üçün maraqlı olar. Kanalıma abunə olmağı, like etməyi, rəy bildirməyi unutmayın. Gəldim. Sağ salamat Nazan. Gedirik indi əməliyyat hazırlıqla. Gəldim çatdırmağa özümü gəb görürəm ki, gözləyir məni burada. Elə bil 10-cu əməliyyatımda həyəcan yoxdur. Yoxdur həyəcan. Nə gözəl. Səndə var idi? Konyoşla. Onda nabat değildi də. Başqa bir medisra idi. Hə, günlər. Mən təcili gəlmişdim də keysarkaya axşamla getirmişlər məni. 7-yə qalmış falan getirmişlər. Ağlaya-ağlaya gəlmişdim. Ay, onda bu lift. Bir şüklər ancaq qarını görülür. Hə. Sabahdan qarınsız görəcək. Hə? Sən burada qalacaqsın. Yaxşı. Sağ salamat. Nazə girdi artıq əməliyyata hazırlaşmağa. Aldılar onu. Orada keysari əməliyyatı olmayanlar, hələ hamilə olan xanımlar üçün bildirim ki, orada sizin çəkinizi ölçürlər. Çox vaxt lazımdırsa, ehtiyac varsa KTG eləyirlər uşaq üçün, uşağın ürək döyüntülərini falan belə kardioqramma kimi bir şey olur. Qarnınıza belə yapışdırırlar tık. Şəklini tapsam burada paylaşacağım. Sizə sistem köçürürlər. Hardasa bu proses 1 saata yaxın, 40 dəqiqə 1 saat çəkir, ona hazırlaşırlar. Məni almadılar içəri, dedilər ki, hələ ki olmaz. Artıq əməliyyata girən vaxtı siz gələrsiniz. Mən də onda hazırlayacaqlar, geyindirəcəklər. Təbii ki, belə girmək olmaz. Bunu da tutmuşam ki, işıq düşsün. Hal-hazırda belə nostalji yaşayıram. Çünki eyni liftdir, eyni yerdir. Mən də buradan keçmişəm, mən də bura gəlmişəm. Adam bəzən belə hisslər üçün yenidən yaşamaq istəyirsən, o hissləri yenidən gəlmək istəyirsən. Amma ikinci uşaq üçün hələ çox tezdir, mən düşünürəm. Hələ ki, qoy Jasmin biraz böyüsün. Məndən nə olsa, tək Jasmin bəs edir, bir dənə uşaq idealdır. Amma ikinci uşaq üçün hələ tezdir. Biraz gözləmək lazımdır, biraz bu balacanın böyüməyi lazımdır. Gəldim otağa. Şimdi əynimi dəyişəcəm. Mənə belə qəşəng kostyumçuk qoyublar. Dəyişim. Qəşəng olacam. Mənim qızım yoxdur burada. Əməliyyatdadır. Girdi uca əməliyyata. Hə? İndi bir dənə üstü zada örtülsün, içəri verəcəyik sizi. Hə, durur. Aha. Göstərim. Formalı. Bu da ben geyim. İndi əməliyyata gedəcəyik. Əməliyyatda siz olacaqsınız orada? Yox, içəridə başqa qızlar olacaq. Qızım, orada qaran çıxartdan sumkanda kaşılıq oynayabilir. Heç də yoxdur, heç nə yoxdur. Heyecanlıyam. Necə heyecanlıyam? Mənim qorxu heyecan yox. Aslında ilk dəfədir belə bir şey edirəm. Həyatımda ilk vaxtda gəlim. Tamam.
Salam, necəsiz? Чем моя красавица? Привет, как дела? Красотка моя. Все будет отлично. Как ты? Yaxşısan? Sen gedenden sonra vereceğim. Heyecan basmıştı. Can. Tüm moja krasa. Ay Can. 100 faiz. Paylaşsana. Ha ne olar? Siz necəsiniz Nigah xanım? Darıxmışam. Elə bir dəfə də gəlmək istəyirəm mən bura. Baş. Ha? Nerede santraför? Конечно. Yüreğin bulan mı? Yo. Yaxşısan sən? Ağzım keyiri. Keydici. Zoplayıblar da keydicini. Mən şübhəni eləmişdim, sən yaxşısan. Yaxşıdır. Ha, mən qışqırırdım. Niye? Yalandan qışqırırdım, nə bilim, burada qışqırırdım. İncitmirdim, prosta qışqırırdım, şübhəni edirdim. İğneden qorxan xancım. Nigar xanım, bizim sevimli doktorumuz. Bizim canımız, ciğerimiz. Bebeşkalarımızın bir dənəsi. Bu da mənim bir dənəm. Что там происходит? Меня туда-сюда терзают. Ты ничего не чувствуешь? А? Давно уже? Ты что? Как ты на это смотришь? Ama ben her şeye bakamıyorum. Kimisi iğne vurulanda bakamıyorum. Orada. Ha, gelin aynen. Sen bunu çekebilirsin. Hiç aklıma gelerdi vlogumda böyle vəziyyət olmazsa. Çok. Sizler başlayıp görürüm. Nigar xanım yanına gelirsiniz. 100 var. Ben həkimdir. Nigar xanım məni çox yengil. Tez sağladım. Sen ne geçen küpürlerin var. Ha? Sen ne geçen küpürlerin var. Çok sağ ol. Şu an iyi. Çok. Ben çekilmiyorum. Ay Ya ay. tamam bir tane bırak bakalım. Çok güzeldi. Gelin buraya yakın gelin. Burada durun çekin. Tamam. Çok güzel Krasavçık olacak ha bilərsən. Can. Çok sağ ol. Nigar xanım beraber başta çalışır. Hala oldum ha ilk dəfə. Hanımlar ameliyattan geçip korkmayın. Ne anestezi incitmir, ne kesir incitmir. Heç nə istərəmirsən. Hiç de. Şov, vallahi şov. Birinci gün sən gözləyəcək, xala gələcək. Burun ameliyatı daha ağırdı. Burun əməliyyatı daha ağırdı. Nigar xanım deyirəm, mənim başda çalışım var imiş. Doğrudan. Açılışı var imiş.
Allah haqqı mən ona bir həftədir deyirəm ki, sən doğursa xəbərin yoxdur. Mənə inanan yox idi. Belə bax deyirəm evdə yaxşı. Hə? Öz vaxtında. Mən də 3 ilə gəlmişdim də, yadınızda. Mən niyə ağzımı keyirəm, anlamıram. Da keydicə vurublar da, keyməsən də. Yatızdıraq. Yat biraz. Sizlərdə verirsiniz, yatızdıraq. İstəyər, istəmir. Sonra İslam bilinci aşağı var. Şəkili? Ben dondu oğlum var. İslam sonra İslam oğlunla uğraşıyorum. Hə, Görüşürüz. yaxşı. Muşlu Allah'sın. Can, yaxşı, yaxşı. Sən yaxşısan, hər şey yaxşıdır. Buradan çıxanda mütləq mənə yaz. Özüm yazacağam olsa sənə, yaxşı? Ya ki, belə biləm. Ben de seni seviyorum. Yuxun tökülür, yat. Yat olsa bundan sonra bir də sən yatmayacaqsın. Bu qədər qızlar. Gəldim, ilk dəfə rəfiqəmin keysəriyyə əməliyyatında oldum. Çox gözəl bir hiss idi. Yəni, özün öz gözlərinlə şahid olursan bir balacanın dünyaya gəlməyi. Özün ana olmağı tamam başqadır. Sevdiyin bir, çox istədiyin insanın ana olmağını görməyə şahid olmaq tamam başqadır. İstəsəniz təbii ki, yoldaşlarınızla da gələ bilərsiniz. Çox vaxt yoldaşlar bundan biraz çəkinir, utanır, qorxur. Kişilər biraz qorxacaq olur belə şeylərdən. Amma xanımlar həmişə ürəkli olurlar. Məsləhət görərəm ki, bacınızla, rəfiqənizlə, yaxşı bir eltiniz, baldızınız varsa onlarla gələ bilərsiniz. Öpürəm hər birinizi. Yeni ana olanlara və ya hamilə olanlara və ya hazırlaşanlara hər birinizə bu yolda sizə uğurlar arzu edirəm. Sağ-salamat dünyaya gətirəsiniz bəbişinizi. Öpürəm hamınızı, sağ olun.